Mən İmranov Şahzadə Əsgəroğlu 1981-ci ildə Qərbi Azərbaycanın Paşalı rayonunun Gömür kəndində anadan olmuşam. 6 yaşında çıxmışam oradan. Mənim atam oranın 86-cı ildən 88-ci ilə qədər Sovet sədri olub. Deportasiya 1988-ci ilin əvvəllərindən başladı. Yaşım balaca da olsa yadıma gəlir. Yəni bizim ən sonunda bizim köçümüz yükləndi. Çünki atam oranın Sovet sədri işləyirdi, Şuşanın Sovet sədri işləyirdi. Yəni çox acınacaqlı bir vəziyyət idi. Biz xatırlamırdıq, uşaq idik, qanmırdıq. Amma onlar üçün çox ağır idi. Gəldik Naxçıvana, Naxçıvandan da Ordubad rayonunun Parağa kəndində məskunlaşdıq. İndi hələ də ki oradadılar. Yəni mən burada olmağıma baxmayaraq orada məskunlaşıblar. Bəyaları Şükür müəllim, İdayət müəllim qeyd elədi ki, təzə məktəb tikiblər. Orada mən 1 il oxumuşam. Hə, xatırlayıram. Yəni kəndin çox yerlərini xatırlayıram. Məsələn, bəzi bulaqların məktəbə yaxın kəndin ətrafında olan bulaqların adını tanıyıram. Prezidentimizin sayəsi nəticəsində biz oralara qaydaq. Gedək oraları görək. Kəndimizin doğulduğu yer heç vaxt insanın xatirindən çıxmır. Kəndinizi belə canlandıra bilərsiniz, yəni. Kəndimiz Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Yəni orada yerləşir. 3 kənd idi. 3 kənd bir Sovetli idi. Cavut, Gömür, Axta kəndi idi. Ən böyük kənd biz idi. Mərkəz bizim kəndi idi. Yəni çox gözəl bir kənd idi. Yəni landşafı o qədər gözəl idi ki, yəni qara torpaq idi. Yəni bizim kəndimiz qumsal torpaq deyildi. Nə əkirdinsə o da bitirdi. Yəni hər kəs gözəl yaşayırdı. Çünki maldarlıq, heyvandarlıq, yəni əkinçilik, tütünçülük, yəni var idi. Yəni millət yaxşı dolanırdı, yaxşı yaşayırdı. Sevirdilər, məsələn, kəndi sevirdilər, yaşayırdılar. Yəni, ona görə də yəni nə qədər də çətin olsa, buralarda olsa da olsaq da qürbətdir. Yəni nə qədər insanın doğulduğu yerin əvəzini heç nə verir. Gecə idi, bizim köçümüzü yükləyirdilər. Bizim qonşu İdayət müəllimcinin qapısında KAMAZ dayanmışdı. Uzun böyük KAMAZ idi, beşimizi yığırdılar. Gəldik, Paşalı rayonundan keçəndə bizi ermənilər çox acınacaqlı şəkildə bizi daşa basdılar. Daş, butulka atdılar. Yəni başlı başını götürdü. Biz də balaca uşaqlar idi, biz 9 uşağıq. Yəni hamımız KAMAZ-ın içində körpə uşaqlar. Çox acınacaqlı idi, yəni oradan çıxmaq çox acınacaqlı idi. Biz ilk gəldik Naxçıvanda 2 gün Obşeteldə qaldıq. Avtoşkola deyilən yer var idi, 2 gün orada qaldıq. Sonra bizi sürdülər, KAMAZ-ları göndərdilər Ordubad rayonuna. Sonra Ordubad rayonunda Parağa kəndi var. İndi hələ də ki anamgil, atam rəhmətə gedib. Anamgil, qardaşlarımız adım orada yaşayırlar. Rəhmətli atam ölümlə üz-üzə qaldı. 90-cı ildə gəldilər, mənim atamı götürdülər, bir də Ermənistana apardılar. Çünki orada sənət işləri var idi. Onları aparmaq üçün 90-cı ildə 40 gün yəni xəbərimiz olmadı. Heç nədən gəlirlər, götürdülər, apardılar. 40 gün. Nə dedilər, apardılar? Dedilər ki, məsələn orada sənədləşdirmə işləri var. Götürdülər, apardılar. 40 gün heç nədən xəbərimiz olmadı. Yasaq qaydacaq, ya İraq olsun, meydi qaydacaq. Heç nədən xəbərimiz olmadı. 40 gündən sonra gəldi. Orada ermənilər çox vurmuşdular da. Məsələn, hala Moskovadan yəni orada nümayəndə var idi. Hala onlara qayıl olmadan vurmuşdular da, təhqir eləmişdilər də. O vaxt Sovet Sosialist Respublikası idi. Ona görə də yəni Moskovadan nümayəndə aparmışdı. Yəni Azərbaycandan elə belə getmə. Orada nümayəndə heyəti ilə bir yerdə idilər. Ona görə sağ qaytarmışdılar. 2016-cı ildə rəhmətə getdi. Elə Ordubadda da Sovet sədri Mavin işlədi. Yəni pensiya çıxdı. Ən çox çətindir. Yəni insan üçün vətən başqa bir şeydir. Hara getsən də o bizim ölənə qədər o kimliyimizin bir üzündə düzdür. Naxçıvan arxasında yazılsa da önündə yazılır. Doğulduğun yer yazılırsa bizim o kəndimiz, bizim rayonumuz yazılır. Azərbaycanın qüdrətli ordumuz var. Qüdrətli Ali Baş komandanımız var. İnşallah o günləri yəni gözləyirik.